Yadınızda olar yəqin ki, təxminən 20 il bundan əvvəl ekranlarda Santa Barbara adlı bir sabun operası yayımlanmağa başladı və təxminən 5 il davam elədi. O vaxtlar mətbuatda bu serialdan cana doymuş gənc bir xanımın filmin rejissoruna bir maraqlı müraciəti də dərc olunmuşdu. Məktub cəmisi bir neçə cümlədən ibarət idi. Stat: orta məktəbi bitirdim, ailə həyatı qurdum, oğlum oldu. Sizin serialsa bitmədi. Bəs deyilmi? Statın sonu. Amma Azərbaycanın siyasi səhnəsində də teleserial oynanılır və bu serial da nə az nə çox düz 20 ildir ki, davam edir. Senari eynidir. Personajlar da demək olar ki, dəyişmir. Yalnız arada bir rejissorlar dəyişir. İlkin sujet xətti Dem Konqres, Sitsu, Dub, İctimai Palata və s. olan bu sabun operasının davamını çəkmək işi bugün Milaya Şura adı altında yeni bir rejissora Rüstəm İbrahimbəyova həvalə olunub. Amma həm filmdəki aktyorlar, həm də tamaşaçılar bu uzun və duzsuz serialdan cana doyduğundan heç kəsdə maraq doğurmur. Buna isə əsas səbəb bu qurumun sosial sifariş əsasında deyil, xaricdən gələn senari əsasında yaradılmasındadır. Adı milli olsa da, millilikdən əsər əlamət görünmür. Uzun müddətli hayküydən sonra Şura nəhayət ki, təsis olundu. Amma təəssüflər olsun ki, bundan sonra qarşıdan gələn prezident seçkilərinə ciddi hazırlaşmaq, öz namizədini təqdim etmək, proqramını irəli sürmək əvəzinə Milli Şura əhəmiyyətsiz işlərlə məşğul olmağa başladı. Amma Sokratın bir məşhur sözü var. Deyir, susma. Danış ki, sənin kim olduğunu bilim. İndi Milli Şura da fəaliyyət göstərdikcə özünü faş edir, iç üzünü göstərir. Təsis olunduqdan sonra adını milli qoyan Şura, xalqın içinə getmək, ondan dəstək almaq əvəzinə üzünü tutdu xaricə. Rusiyadan vurub Amerikadan çıxdı. Xalq arasında isə məşhur deyim var. Deyir, dostunu mənə göstər, sənin kim olduğunu deyim. Bunlar da öz dostlarını göstərdi. Artıq səsləri Azərbaycanın bölgələrindən deyil, Amerikadan gəlir. Qəribədir. Sanki seçkilər bizdə deyil, ABŞ-da keçiriləcək və sanki bunlara da səsi Azərbaycan xalqı deyil, Amerikalılar verəcək. Ona görə də ortaya haqlı olaraq bir sual çıxır. Budurmu sizin milliliyiniz, cənablar? Budurmu sizin xalqa arxalanmağınız? Öz doğma ana dilində danışa bilməyən, ömür boyu kino çəkməklə məşğul olan Rüstəm İbrahimbəyov 75 yaşından sonra millət dərdimi çəkməyə başladı. Ona görə də bütün baş verənləri diqqətlə izləyən Azərbaycan vətəndaşında da haqlı olaraq onların xaricdə maliyyələşdirildiyi, xaricdən idarə edildiyi barədə şübhələri günü-gündən artır. Vaxtaşırı xaricə səfərlər edirlər. Amma bu səfərlər barədə nədənsə adi açıqlama verməkdən imtina edirlər. İndi də Amerikaya səfər edəcəklərini bildirirlər. Azərbaycanın 22 illik müstəqillik dövründə indiyədək keçirilən seçkilər onlara heç nə öyrədə bilməyib. Onlar hələ də dəstəyi Azərbaycan cəmiyyətindən yox, xaricdən almağa çalışırlar. Yenə də həmişə olduğu kimi Azərbaycan xalqı ilə deyil, daha çox xarici qüvvələrlə görüşlər keçirməyə can atırlar. Xarici ölkələrə edilən bu mütəmadi səfərlər isə öz növbəsində çox mətləblərdən xəbər verir. Çünki onları nə milli maraqlar, nə demokratiya, nə də vahid namizəd müəyyənləşdirmək maraqlandırır. Həmin qüvvələrin hər biri yalnız və yalnız öz namizədinin müxalifətin vahid namizədi olmasına nail olmağa çalışır. Həm də Rüstəm İbrahimbəyovun özünü tez-tez müxalif kəsimin mənəvi lider kimi aparması cəhdi həmin dairələrin özləri tərəfindən müsbət qarşılanmır. Elə həmin qüvvələrin nəzarətində olan bəzi qəzetlərdə də buna eyham və işarə vuran yazıların getməsi məsələnin nə yerdə olduğunu göstərir. Hələlik isə Milaya Şura serialının baş qəhrəmanları növbəti Amerika səfərinə hazırlaşır. Amma gəlin onları da çox qınamayaq. Çünki seçkilərdə Azərbaycan xalqından səs əvəzinə üst barmağın həndəsi fiqurunu görəcəklərinə əmindirlər. Bu seçkidən də onlara qalsa, Amerikaya səyahət qalacaq. Necə deyərlər, donuzdan bir tük də qənimətdir. Statın sonu.